İnsana rəqəm, ədəd ona görə lazımdır ki, bunsuz bəşəriyyətin inkişafı donar. Əslində rəqəmlərin köməyi ilə biz vaxtı, saatı, yaşı, surəti öyrənir, miqdarı, çəkini təyin edirik. Rəqəmlər bizim həyatımızı nizamlayır, əsəb sistemimizi sakitləşdirir, fikir və ideyalarımızda dəqiqlik yaradır, şübhələrimizə aydınlıq gətirir. Yəqin bunları nəzərə alan Pifaqor da məhz dünya rəqəmlərin sehri üzərində qurulub sözünü işlədib. Lakin rəqəmlərin bir təyinatı da var ki, biz o barədə çox az fikirləşirik. Bu, numeroloji təsnifatlar, şərh və proqnozlardır. Deyilən mövzu barədə zaman-zaman kanalımızda bir-birindən maraqlı məlumatlar gedib. İllik proqnoz və xarakteristikalarda da rəqəmşünaslıq elmindən yararlanmaq mümkündür. Elə isə gəlin birbaşa mətləbə keçib, qarşıdan gələn 2026-cı ilin numeroloji rəqəmini, biri təhlil edək. Bəri başdan bildirək ki, numerologiyada bir, liderlik, müstəqillik, məqsədyönlülük, işgüzarlıq, inadkarlıq, istiqamətləndirilmiş fəaliyyət rəqəmidir. Əgər 0 enerji topasıdırsa, onda 1 yönəldilmiş enerji seli, enerji axınıdır. 1 həmçinin vahidlik simvoludur. Bəzi mənbələrdə bu rəqəm Tanrı göstəricisi kimi qeyd olunur, çünki təklik və vahidlik, bütövlük və tamlıq yalnız ona məxsusdur. Bəzən bu rəqəmi tənhalığa da yozurlar. Numerologiyada və simvolikada bir rəqəmi çox mühüm mənalara malikdir. O, başlanğıcı, liderliyi, fəaliyyəti və gücü təmsil edir. Mədəniyyətlərdə və fəlsəfədə onun müxtəlif təsirləri ilə qarşılaşırıq. Bir rəqəminin mənasını geniş izah edərək onun hər sahədəki təsirini araşdıraq. Cornelius Agrippanın mistik fəlsəfə əsərində 1533-cü ildə yazılmış bu əsərində bir rəqəminin mənasını belə açır. Bir məqsəd rəqəmidir. Bu məqsəd aqressiv və ambisiyalarla dolu bir şəkildə özünü göstərir. Bir rəqəmi hər şeyin başlanğıcını və yeni dövrün açılışını simvollaşdırır. Numerologiyada bir rəqəmi yeni bir ideyanın, layihənin və ya yolun ilk addımını təmsil edir. Hər başlanğıc bir hədəfə çatmaq üçün atılan ilk addımdan başlayır və bu məqamda bir rəqəmi irəliləyişə motivasiya verir. O, həyatın müxtəlif mərhələlərində insanın yeni yollar seçməsini təmsil edir. İş həyatı, şəxsi münasibətlər və şəxsi inkişaf üçün verilən ilk qərar bu rəqəmin rəmzi gücündən ilham alır. Bir rəqəmi insanlara təşəbbüs göstərməyi və öz həyatlarının idarəçiliyini əllərinə almağı xatırladır. Numerologiyada bu rəqəm yeni başlanğıcların enerjisi ilə yüklüdür. Yeni bir layihəyə başlamaq, həyatımızda dəyişiklik etmək və ya sadəcə irəliləmək üçün ilk addımı atmaq bu enerjidən qaynaqlanır. Eyni zamanda bu rəqəm insana qarşısına çıxan çətinlikləri fürsət kimi görməyi öyrədir. Hər sonluq yeni bir başlanğıca çevrilir və bir rəqəmi bu dövriyyənin başlanğıc nöqtəsi olur. Başlanğıcın simvolu olaraq bir, insanın qərar vermək qabiliyyətini və yeniliklərə açıq olmağını vurğulayır. Hər dəfə irəlilədikcə insan öz daxilindəki potensialı kəşf edir. Riyaziyyatda bir rəqəmi çox mühüm yer tutur və bütün rəqəmlərin başlanğıcı hesab olunur.
riyazi cəhətdən bir rəqəmi sabitliyi və dəyişməzliyi təmsil edir. Hər hansı ədədi birə vurduqda həmin ədəd dəyişməz qalır. Bu da bir rəqəminin riyaziyyatdakı vacibliyini göstərir. Bir rəqəmi həm də bütün digər ədədlərin təməli kimi qəbul edilir. Çünki toplama prosesində hər say birlərin cəmi kimi təsvir oluna bilər. Riyaziyyat dünyasında hər bir nöqtə və başlanğıc birdən qaynaqlanır. Riyazi qaydalar çərçivəsində birin bu qədər vacib rola malik olması onun sabit və dəyişməz təməl kimi qəbul edilməsini önə çıxarır. Bu xüsusiyyətlər onu başqa rəqəmlərdən fərqləndirir. Riyaziyyatın müxtəlif sahələrində, xüsusən də məntiqdə və statistikada bir rəqəminə tez-tez rast gəlinir. Riyazi funksiyalar və düsturlar qurularkən bir rəqəmi başlanğıc nöqtəsi kimi qəbul edilir. Beləliklə, 1 yalnız sadə bir rəqəm deyil, həm də böyük bir nəzəri təməl daşıyıcısıdır. Bir rəqəmi müxtəlif dinlərdə və mədəniyyətlərdə xüsusi yer tutur. İslamda Allahın təkliyi və yeganəliyi bir rəqəmi ilə simvollaşdırılır. Allah birdir. Xristianlıqda və Yahudilikdə də monoteist inanc vahid bir Allah ideyasına əsaslanır. Fəlsəfədə isə kainatın tək bir mənbədən yarandığına dair düşüncələr mövcuddur. Həmçinin qədim mədəniyyətlərdə bir rəqəmi həyatın başlanğıcını və hər şeyin özəyini təmsil edir. Müasir dövrdə də bir insanlara birliyi və harmoniya çərçivəsində yaşamağı xatırladır. Bir çox fəlsəfi təlimlərdə insanın kainatla bir olmağı öyrənməsi məhz bir rəqəminin mənalarına söykənir. Bu birlik anlayışı yalnız dini inanclarla məhdudlaşmır, həm də insanların sosial həyatına nüfuz edir. Həyatda birlik və anlaşma insanları birləşdirən əsas dəyərlərdən biridir. Bir rəqəmi həm də fərdi, üstəlik kollektiv inkişafın əsasını təşkil edir. Bir rəqəmi harmoniya və bütünlüyü təcəssüm etdirir dediyimiz kimi əvvəldə, numerologiyada bu rəqəm hər şeyin bir yerdən başlandığını və bütün fərqli elementlərin bir vahidə çevrilə biləcəyini təmsil edir. Hər bir insanın həyatında harmoniya və tarazlıq əldə etmək mühüm əhəmiyyət kəsb edir və bu tarazlıq axtarışının simvoludur. Harmoniya yalnız xarici aləmdə deyil, eyni zamanda insanın daxili dünyasında da önəmlidir. Öz daxili ilə barışdıqda insanlar daha məhsuldar və müvəffəqiyyətli olurlar. Bir rəqəmi özünü dərk və daxili sülhün rəmzidir. Bu rəqəm insanlara həyatlarında prioritetlərini düzgün müəyyənləşdirməyi və bütün elementləri tarazlı şəkildə idarə etməyi öyrədir. Bütünlük anlayışı həmçinin fərdlərin bir komanda içində işləmə qabiliyyətini də vurğulayır. Komanda içində hər fərd öz rolunu tam olaraq yerinə yetirməli və birlikdə bir məqsədə doğru irəliləməlidir. Bir rəqəminin bu aspektdən bizə göstəricisi odur ki, hər kəs özünə məxsus yerinə sahib olsa da, birlikdə hərəkət etmək daha böyük nəticələr verir. Beləliklə, bir rəqəmi həm fərd olaraq özümüzlə, həm də kollektiv olaraq cəmiyyətlə harmoniya qurmağın vacibliyini önə çıxarır. Harmoniya və bütünlük həm fərdi xoşbəxtlik, həm də sosial münasibətlərin güclənməsi üçün əsasdır. Bu anlayış həm iş həyatında, həm də şəxsi münasibətlərdə balans yaratmağa kömək edir. İnsanlar həm özləri ilə barışıqda olmalı, həm də ətrafları ilə uyğunlaşaraq bir bütöv kimi fəaliyyət göstərməlidirlər. Numerologiyada bir rəqəmi həm də güclü enerjiya malik bir rəqəm hesab edilir. Bu rəqəm liderlik və müstəqillik keyfiyyətləri ilə assosiasiya edilir. Numerologiyaya inananlar
bir rəqəminin insanlara motivasiya və yenilik gətirdiyini düşünürlər. Bir rəqəminin təsiri altında doğulan insanlar adətən iradəli və məqsəd yönlü olurlar. Yəni, qarşıdan gələn 2026-cı ildə doğulanlar bax, bu xarakterdə olacaqlar. Çünki rəqəm 1-dir. 2017-ci ildə sonuncu bir rəqəmi olan ildir, bunu da nəzərdə tutmaq olar. O adamlar hədəflərinə çatmaq üçün yorulmadan çalışırlar və qarşılaşdıqları çətinliklərdən qorxmurlar. Numerologiyada bir rəqəmi həyatın müxtəlif aspektlərində yeniliklərə açıq olmağı simvollaşdırır. Bu rəqəmin təsirində olan insanlar öz fikirlərinə güvənərək qərar verir və çətin anlarda belə irəli addım atmaqdan çəkinmirlər. Həmçinin bir rəqəmi insanlara böyük dəyişikliklərə başlamaq və öz potensialını həyata keçirmək üçün güc verir. Bu rəqəm özünə inamı gücləndirir və insanları hər zaman irəliyə baxmağa təşviq edir. Numerologiyada bir rəqəmi eyni zamanda şəxsi inkişaf üçün vacib mərhələni ifadə edir. İnsan həyatında hər dəfə bir rəqəminin təsirini hiss etdikdə yeni dövrə qədəm qoyur. Bu dövr həyatın istənilən sahəsində, iş, şəxsi münasibətlər və ya mənəvi inkişafda özünü göstərə bilər. Numerologiyada bir rəqəminin təsiri altında olan insanlar lider kimi önə çıxır və başqalarına motivasiya verir. Onların enerjisi digər insanları da dəyişməyə və öz üzərlərində işləməyə təşviq edir. Psixologiyada bir rəqəmi insanın özünü dərk etməsi və fərdiliyi ilə əlaqələndirilir. Bu rəqəm insanın egosunu və özünə güvənini simvollaşdırır. Psixologiyada müstəqil və öz düşüncələrinə sahib olan insanlar adətən bir rəqəminin təsirinə məruz qalır. Bu insanlar öz daxili güclərinə inanır və qərarlarını müstəqil şəkildə qəbul edirlər. Özünə güvən psixoloji sağlamlığın vacib elementlərindən biridir və bir rəqəmi bu aspekti təmsil edir. Öz fikirlərinə inanmaq və başqalarının təsirindən azad olmaq insanın həyatında böyük rol oynayır. Bir rəqəminin enerjisi insanlara öz həyatlarının idarəçiliyini ələ almağa və problemləri həll etməyə kömək edir. Həmçinin bu rəqəm insanlara yeni məqsədlər təyin etməyə və qarşıya çıxan çətinlikləri fürsət kimi görməyə ilham verir. Psixologiyada bir rəqəmi həm də daxili sülh və balansın simvolu kimi çıxış edir. İnsan öz qərarlarına əmin olduqda və başqalarının fikirlərindən təsirlənmədikdə daha rahat və balanslı olur. Həmçinin bir rəqəmi insanın özünü inkişaf etdirməyi və həyatda yeni təcrübələr əldə etməyi təşviq edir. Hər insanın həyatında özünə məxsus bir yol var və bu yolun başlanğıcı məhz bir rəqəminin enerjisi ilə bağlıdır. Psixologiyada bu rəqəm insanın daxili gücünü kəşf etməsinə və hər zaman irəliyə doğru hərəkət etməsinə yardım edir. Bəzi mənbələrdə biri pis niyyətli, təcavüzkar iradənin yönəldilmiş hirsi kimi təsvir edirlər. Doğum gününün yuvarlaqlığı bir olan insanlar əslində müstəqil, orijinal, yaradıcı və anadan gəlmə liderli olurlar. Yəni, mənfi deyənləri biz qəbul etmirik. Çünki əsas mənbələr, bu videonu hazırlamaqda istifadə etdiyimiz əksər mənbələr deyilənlər gördüyünüz kimi üst-üstə düşür, amma bəziləri heç bir əsas görmədən pis niyyətli və təcavüzkar adlandırırlar. Amma adamlar dediyim kimi müstəqil, orijinal, yaradıcı və anadan gəlmə liderdirlər. Əslində bir rəqəmində doğulanlar. Dediyim kimi 2026 bir rəqəmidir, sonuncu dəfə 2017-ci olub. Yəni ilin bütün rəqəmlərini toplayırıq, bir rəqəmli qalana qədər nəticəsi 1 olursa, bilin ki, həmin il bir rəqəminin təsiri altındadır. Başlanğıcların təsiri altındadır və bu da indi 2026-cı il qarşıdan gələn ildə bir rəqəmlərin uğurlarının zirvədə olacağını görə bilərik. Digər insanlara da təbii ki, bu barədə təsirsiz ötüşməyəcək və bizim
tanınmış numeroloq Kəmalə Mürsəlova ilə hər 3-cü gün, çərşənbə günü efirə gedən, axşam saat 9-da efirə gedən Ruhumuzun Şəfası verilişində də məhz numerologiyadan, rəqəmlərin təsir mexanizmindən, enerjisindən, energetik karmasından söhbət açırıq. Kim baxmayıbsa, Kəmalə Mürsəlovanı dinləmək, axtarışa verib adını tapıb ona baxa bilərsiniz. Onun çox ağıllı və hər kəsə lazımlı olan mənəvi tövsiyələrini, proqnozlarını və məsləhətlərini eşidə bilərsiniz. Məndən də bu qədər dəyərli izləyicilər. Sağ olun, var olun. Kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı, təbliğ eləməyi və 2026-cı illə bağlı digər videolarımıza da baxmağı unutmayın. Hələlik.